Göyçay rayon İcra Hakimiyyəti başçısı Orxan Mürsəlov sahibkarlara qarşı hücuma başladı. Orxan Mürsəlov ilk gündən kadr siyasətini qohumbazlıq üzərində quraraq, Göyçay Şəhər Təsərrüfatı Birliyinin müdiri Murtuz Salahovu işdən çıxarıb, onun yerinə isə arvadının əmisi oğlu Fuad Bayramovu təyin edib. Orxan Mürsəlov bununla da kifayətlənməyib. Həmin idarənin mühasibini də işdən çıxarıb, yerinə isə Gədəbəydən öz qohumunu gətirərək vəzifəyə təyin etdirib. Fuad Bayramov Gədəbəy rayonundan Göyçaya vəzifəyə gətirilən kimi sahibkarlara qarşı sərt maliyyə təzyiqinə başlayıb. Sahibkarlardan zibil pulu adı ilə hər ay yığılan ödənişin məbləği heç bir əsaslandırma aparılmadan 5 qat artırılıb. Göyçayda bu qədər ixtisaslı peşəkar kadrlar olduğu halda Orxan Mürsəlovun Göyçaya icra başçısı təyin edilən kimi yaxın qohumlarını Gədəbəydən gətirib vəzifələrə yerləşdirməsinin səbəbi artıq hamıya bəlli oldu. Nə olur olsun kapital toplama. Sahibkarlar haqlı olaraq etiraz edirlər. Bu məsələ dərhal araşdırılmalı və məsul şəxslər barəsində qanuni tədbirlər görülməlidir.